Əgər biz qovluğumuzun adını dəyişmək istəyirsək, bunun bir neçə yolu var. İlk növbədə biz menyudan dəyişmək istəyiriksə, yenə həmin qovluğun üzərinə gəlirik. F2, klaviaturada F2 düyməsi bir dəfə sıxılır və bununla da arxa fon belə rəng alınır və hər hansı bir ad qoyulur. Belə. Nə istəsə yazırıq. Əgər başqa cür dəyişmək istəyirsə, menyudan sağ düymə sıxılır. Açılan menyudan preminavat əmri seçilir. Baxın, bu əmr. Preminavat əmri seçilir. Bu halda yenə həmən ad hissəsinin arxa fonu, yazı hissəsinin arxa fonu mavi rəngi aldıqda, deməli biz adını dəyişə bilərik. Yenə biz istədiyimiz adı yazıb, ən sonda enter düyməsi ilə təsdiqləyirik. Bu qədər.